Demək, biz bugünkü təlimdə müəllimlər üçün lazım olan Word proqramı keçəcək. Yəni Word proqramında müəllimlər nəyi bilməlidir, hansı əmrləri, həm testlərin hazırlanması üçün, sınaq imtahanlarının hazırlanması üçün, konspektlərin hazırlanması üçün, dərs materiallarının hazırlanması üçün. Bəzən olur ki, elə bir fənni tədris edirik ki, orada tutaq ki, cədvəl var. Misal üçün, biologiyada deyək ki, təkamül cədvəli. O cədvəli necə qura bilərik? Və yaxud da kimyaya aid elementlərin cədvəli olsun və yaxud da tutaq ki, riyaziyyata aid sinüs, kosinüs, tangens, kotangens bunların dərəcələrlə qiymətləri və s. Bilirik ki, hər biri cədvəlin içərisində yazılır. Və biz o cədvəli necə hazırlamalıyıq? Cədvəlin xüsusiyyətləri, parametrlər, onları öyrənəcəyik. Sonra material hazırlayarkən şəkilləri necə yükləmək lazımdır, hardan əlavə etmək lazımdır, hansı formada şəkilləri yerləşdirmək lazımdır və s. Bunların hər birinə baxacağıq. Birinci, öncə Word sənədi yaratmalıyıq. Ümumiyyətlə, Word haqqında məlumat verim sizə. Word proqramı mətn proqramıdır. Microsoft şirkət tərəfindən yaradılıb. Təkcə Word yox, bizə misal üçün Excel də lazım olur, PowerPoint da lazım olur, amma hər biri başqa bir şeyə xidmət edir. Sırf əgər mətnlərin redaksiyasıdırsa, mətnlərin hazırlanmasıdırsa Word-dür. Redaksiya yəni düzəliş, dəyişiklik. Hansısa bir yazının formatını dəyişmək, ölçünü dəyişmək, yazını başqa bir sözlə əvəz etmək və s. Bunların hər biri redaksiya adlanır. Bundan əlavə Excel proqramı var, hansı ki, sırf hesablamaların aparılması üçün, cədvəllər üzərində, baza cədvəllər üzərində hesablama əməliyyatlarını aparmaq üçün və s. Bir də PowerPoint, hansı ki, təqdimatların hazırlanması üçün. Bugün ancaq Word-ü keçəcəyik sizlə. İlk öncə Word sənədi yaratmalıyıq. Bunun üçün ekranda, yəni desktop üzərində sağ düyməni vururuq, kontekst menü açılır. Buradan New əmrinə daxil oluruq. Biz keçən dərsimizdə keçmişdik, bizdə burada folderini, yəni papka, qovluq yaratmaq. Ümumiyyətlə, yeni nə yaradırıqsa, istər boş qovluq olsun, sənəd olsun, hər hansı bir proqramın sənədi olsun, biz burada New əmrindən seçə bilərik. Misal üçün, mənə Word proqramının sənədi lazımdır. Burada Microsoft Word dokumenti seçirəm. Və Word proqramının sənədi yaradıldı. İndi bunun adını dəyişə bilərəm. Keçən dəfə qovluqda keçdiyimiz qaydada yenə bunun üzərində sağ düymə, rename daxil olaraq istədiyim adı yaza bilərəm. Tutaq ki, dərs 1 yazdıq. İndi bu yaddaşdadır. Biz birbaşa yaddaşda, yəni ekranda sənəd yaratdıq. Bir də var ki, misal üçün ekranda yox, birbaşa proqrama daxil olaraq. Bunun üçün Word proqramına daxil olmalıyıq. Word proqramı ekranda yoxdursa, keçən dərsdə keçdiyimiz kimi burada başlat menüsünə və yaxud da search-dən axtarış hissədən tapa bilərik. İstədiyimiz proqramın adını yazırıq. Baxın, burada gəldi. Proqrama daxil oluram. Proqram açılır və buradan boş səhifəni seçirəm. Çünki mən boş səhifə üzərində işləyirəm. Hazır burada təzə, belə deyim də, vərəq növləri də var. Hansı ki, maketlər hazırlamaq üçün, CV-lər hazırlamaq üçün, təqvim planları hazırlamaq üçün, posterlər hazırlamaq üçün və s. Ondan da istifadə edə bilərsiniz. Amma adətən boş vərəq üzərində işləyirik biz. Bunlar üçün sırf misal üçün CV üçün, poster üçün əlavə proqramlardan istifadə olunur. Ən yaxşısı da Canva-dır. İndi sonuncu təlimdə ona da keçəcəyik. Buradan boş səhifəni seçirik. Bu şəkildə. İndi burada mən bu səhifəni açdım və yuxarıda baxın. Adı görünür. Dokument 1. Çünki hələ buna ad qoymamışam deyə dokument deyə adlandırılır. Mən burada hansısa bir sənədi hazırlayıb yaddaşda saxlasam, gəlirəm fayla, save və burada seçirəm ki, sənəd harda yaddaşda qalsın. Seçirəm desktop, yəni ekran. Və istəsəm yenə buradan da desktopu seçə bilərəm ki, yəni ekranda yaddaşda qalsın. Adı nə olsun, yəni ad yerləşdirirəm. Misal üçün buna da yazıram dərs 2. Yazdım, save vurdum. Əslində bu biraz uzun proses getdi. Yəni mən proqrama daxil oldum, boş səhifə seçdim, sonra onu yaddaşda saxlayanda desktopu seçdim, ad yazdım və s. Proses uzun getdi. Əgər proqramdan daxil oluramsa, hə, bu şəkildə olur. Yox, birbaşa ekranda istəyirəmsə, bayaq qeyd etdiyim format. Ən rahat əslində budur, birinci göstərdiyim. Çünki bəzən olur ki, proqramdan daxil olursunuz, sənədi hazırlayırsınız, sonra save etmək yadınızdan çıxır, əməyiniz də boşa gedir. Yəni itir. Ondan sonra əvvəlcədən birinci ekranda nə sənədi yaradırsınızsa, test olsun, konspekt
konspekt olsun, summativ və s. nə olursa olsun, yaradırsa birinci ekranda boş da olsa, onun sənədini yükləyin, adı yerləşdirin, ondan sonra daxil olub yazıları yazın. Sonra da save edin. Bu daha rahatdır. İndi Word proqramında birinci başlıq sətri var, ortada yerləşir. Hansı ki, burada sənədimizin adı və harda yerləşir onu göstərir. Təzə versiyalarda harda yerləşir onu da göstərir. Amma əvvəlki versiyalarda, harca 2010-13 bunda sadəcə adı göstərir başlıq hissədə. Sağ tərəfdə pəncərənin elementləri var. X bilirik, pəncərəni bağlayır. Məsəl üçün, X-i vurdum, pəncərə ümumiyyətlə bağlanacaq. Sonra pəncərənin ölçüsünü maksimum etmək. Məsələn, üzərinə vurdum, avtomatik pəncərənin ölçüsü böyüyür, tam ekran olur. Bir dəfə də vurduqda ölçü kiçilir və kiçiləndə istədiyim qədər ölçünü artırıb azalda bilərəm. Misal üçün, belə yığa bilərəm, böyüdə bilərəm və s. Bir də minus. Bu da ekrandan gizlədir. Elə bir ki, pəncərə açıqdır, amma ekranda görünmür. Baxın, aşağıda burada var. Tam bağlanmayıb. İndi daxil oldum bura. Sonra bir də belə bir menü var. Bu nədir? Baxın, biz burada görürük File, Home, Insert, Design və bunun içərisindəki əmrləri. Home-un içərisində əmrlər, Insert-ün içərisində, Design içərisində və s. hər birini görürük. Həm tabın adlarını görürük, həm içindəki əmrləri. Bunun sayəsində burada baxın sonda seçilib tab və içindəki əmrlər. Məsələn, mən ancaq tabı seçsəm, ancaq adları görünəcək. Gərək üzərinə daxil olum, ondan sonra içindəkilər görünsün. Bu biraz mane olur bizə. Yox, əgər birincini seçsəm, ümumiyyətlə gizlənir, sadəcə boş vərəq görünür. Bunun üçün mütləq rahatdır ki, üçüncünü seçirəm ki, hər biri görünsün. Həm başlıq görünsün, yəni tabın adları, həm də içindəki əmrlər. Əgər biz təbii ki, nəsə cədvəl işləyiriksə, nəsə məlumatları yazırıqsa, mütləq lazımdır ki, yuxarı hissə görünsün. Çünki ondan işləyirik. Sadəcə yazı yazmırıq ki, onun ölçüsünü düzəldirik, vərəqin ölçüsünü düzəldirik, şəklinin formatını düzəldirik və s. Ona görə vacibdir. Sonra sol tərəfdə də burada cəld müraciət paneli yerləşir. Biri autosave var. Bu da təzə versiyalarda var. Köhnələrdə bu hissədə yoxdur. Bunu mən off və yaxud da on eləyə bilərəm. On rejimində olanda avtomatik nə yazırsınızsa özü yaddaşda saxlayır. Ctrl-S-i vurmağa ehtiyac olmur. Amma off rejimində olanda gərək, əgər yazdınız bitirdinizsə, artıq sənədi bağlayırsınızsa, save-i vurasınız ki, yaddaşda saxlasın. Bunun da qısa yolu Ctrl-S-dir. Klaviaturadır. İndi onları da göndərəcəm sizə, əzbərləsəz daha yaxşı olar sürətli işləmək üçün. Sənədi yazdınız, ya Ctrl-S-i vurursunuz, Ctrl-S, baxın belə, bu şəkildə. Ctrl-S-i vurursunuz, avtomatik yaddaşda qalır, ya da ki, buradan gəlib save vurursunuz. Eynidir, save ilə eynidir, Ctrl-S. Save, Ctrl-S-in qısa formasıdır. Sonra, burada əməliyyatı geri qaytarmaqdır ki, mən vurdum, baxın, sonuncu yazdığım söz silindi. Elə ki, geri gedir. Oyunlarda filan da var, yəni çox proqramda var. Nəsə bir addım atırsınız, hər hansı bir nəyisə icra edirsiniz, geri qayıdırsınız. Bunun da qısa yolu Ctrl-Z-dir. Ctrl-Z. Sonra bir də var, misal üçün, geri qayıtdım, istəyirəm təzədən irəliyə gəlim. Tutaq ki, nəsə bir söz yazdım, əməliyyat rəngini dəyişdim, geri qayıtmaq istəyirəm, Ctrl-Z-ni vururam, sonra deyirəm ki, yox, elə əvvəlki rəngi yaxşı idi, təzədən irəli qayıtmaq istəyirəm. Budur, Ctrl-Y. Ctrl-Y. Bunlar qısa yollarıdır. Bir də var, yeni sənəd açmaq, səhifə açmaq, bu da Ctrl-N. Yəni new. Yeni sənəd açır. Məsələn, mən bunun üzərinə vurduqda avtomatik görürsünüz, başqa bir sənəd açdı. Bu artıq başqa sənəddir. İkinci bir yeni sənəd açır. Bunun ardınca vərəq açmır. Bəzən səhv fikirləşirlər ki, yeni səhifə artırdı, vərəq artırdı. Yox, yeni sənəd açdı. Tamamilə başqa. Bu oldu bizim başlıq hissə. İndi gəlirik əsas. Burada dedik ki, bizdə proqram tablardan ibarətdir. Tabın da içində əmrlər var. Birinci menyu, fayl menyusudur. Hansı ki, yaddaşda saxlama əməliyyatıdır, sənəd haqqında məlumatdır, yaddaşdakı sənədi açmaq və s. hər biri fayldadır. Ən sonda indi qayıdacam bura. Home tabı, bu əsas tabdır, başlanğıc tabdır, yazıya aid olan bütün funksiyalar Home-dadır.
Baxın, bir şeyi yadda saxlayın. Hər proqram nəyə xidmət edirsə, onun home link tabında ona aid əsas funksiyaların hamısı var. Misal üçün, Word yazı yazmaq üçün istifadə olunur, redaktor üçün istifadə olunur. Yazının yazılması üçün nə lazımdırsa hər biri home-da yerləşir. Misal üçün, PowerPoint-də prezentasiyaların hazırlanması. Biz orada fiqurlardan istifadə edirik. Misal üçün, əlavə işarələrdən istifadə edirik. Slaydın vərəqlərinin sayını artırıb azaldırıq və s. Bunlar da home-dadır, PowerPoint-də. Misal üçün, Excel-də ən çox cədvəldir, cədvəl yaratmaq. Excel-in Homeland tabında cədvələ aid olan demək olar ki, çox şey var. Yəni, hər proqram nəyə xidmət edirsə, onun Homeland tabında həmin əmrlər yerləşir. Siz də bunu yadda saxlayın ki, misal üçün, hansısa sözü tapmaq lazım oldu, dəyişmək lazım oldu, ölçüsünü, rəngini, formasını dəyişmək lazım oldu. Söhbət sözdən gedirsə, yazdığınız yazıdan gedirsə, mütləq home-la işləməlisiniz. Amma cədvələ aid deyil, cədvəlin yeri başqadır burada. Home'un da içərisində qruplar var. Clipboard qrupu, yəni mübadilə buferi, hər hansı bir sözü kəsirik, kopyalayırıq, yapışdırırıq və s. buna aiddir. Misal üçün, hər hansı bir söz yazıram. Deyək ki, yazdım. İndi istəyirəm ki, buradan bu sözü kopyalayayım. İkinci dəfə yenə yazım aşağı hissədə. Seçirəm. Gəlirəm copy ya da Ctrl-C, qısa yolu C. Əslində üzərinə gələndə göstərir. Copy-ni vurdum, kopyalayır. Gəlirəm aşağıya doğru və Ctrl-V-ni vururam və yaxud da paste. Vurduqda avtomatik həmin söz ora əlavə olunur. İstədiyim qədər vura bilərəm. Bu zaman həmin qədər əlavə olunacaq və Clipboard-ın yaddaşını açsam, bu menyunu burada göstərir. Kopyaladığım sözün hamısı göstərir. İstəsəm, əgər çoxlu kopyalamışamsa, maksimum 24 dənə sığışır bura. 25-ci gələndə, əgər mən 25-ci sözü kopyalayıramsa, dərs materialları yaddaşdan silinəcək. Vərəqdən silinmir, yaddaşdan silinir. Məsələn, hamısını eyni anda əlavə edə bilərəm. Bu mübadilə buferində bütün məlumatları eyni anda silə bilərəm. Bu sadəcə belə deyim də, gizli qalır burada. İstəsəz istifadə edə bilərsiniz. Əsas göz önündə olanlardır. Deməli, Ctrl-C, Ctrl-V. İnternetdən də hansısa bir məlumatı kopyalayanda, tutaq ki, internetdə nəsə öz sahənizlə bağlı konspekt hazırlayırsınız, dərs materialı ya nəsə elmi əsər, məlumatı kopyalayıb atmaq istəyirsiniz. İnternetdə seçirsiniz Ctrl-C və yaxud da copy, gəlib Word-də Ctrl-V-ni və yaxud da paste vurursunuz, avtomatik əlavə olunur. Bir də var cut. Cut nədir? Misal üçün deyək ki, mən istəyirəm ki, dərs sözü burada yox, gəlsin məsələn aşağıda yazılsın. Dəyişmək istəyirəm yerini. Əgər sözün kopyasını yox, sırf özünü başqa yerə aparmaq istəyirsinizsə, dəyişmək istəyirsinizsə, cut-dan istifadə edirik. Copy sözün kopyasını yaradır, istədiyimiz yerə əlavə edir. Cut isə sözün özünü. Dərs sözünü seçirəm, gəlirəm cut-ı vurdum, sözü oradan kəsdi, amma yaddaşda saxlayır. İstədiyim yerə gəlib, paste vuranda həmin yerə əlavə eləyir. Yəni, cut deməli sözü kəsir, götürür. Həmin sözü, kəsib götürdüyü sözü paste vasitəsilə istədiyim yerə əlavə edə bilirəm. Amma copy ilə kopyasını əlavə edirəm. Özünü yox, özü qalır özü. Yəni, harada dayanıbsa ilkin variantda orada qalır. Sonra, bir də var format paint. Bu isə yazının formatını kopyalayıb əlavə eləyir. Məsələn, copy yazının özünü kopyaladı. Amma format paint yazının formatını. Misal üçün, mən burada dərs sözünü seçirəm, formatı dəyişirəm. Formatda nədir? Bu ikinci bölmədə, font bölməsində olanlar hamısı demək olar formatdır, bundan başqa. İlk öncə şrifti. Həmişə şriftin forması Arial ya da Times New Roman. Bu ikisindən istifadə edirik. Ən çox rəsmi dövlət sənədlərində bu ikisidir. Dövlətdə daha çox Arial gedir, belə amma özəl müəssisələrdə filan Times New Romandan istəyirlər. Arial seçdim. Şriftin ölçüsü 14. Standart 14, yəni normal 14 ilə yazırıq. İndi belə rahat görəsiz deyə mən böyük eləyirəm. Sonra istəsək buradan bir-bir böyüdüb yenə kiçildə bilərik. Və bu nədir? Bax, misal üçün, mən dərs materialları, bu sözün hamısını seçirəm. Deyirəm ki, cümlədəki kimi. Cümlədə normal necədir? Ancaq birinci sözün birinci hərfi böyük. Məndə də o şəkildə eləyəcək. Misal üçün, ikinci lowercase, hamısı kiçik. Məndə də hamısı kiçik eləyəcək. Və yaxud da uppercase, baxın, hamısı böyük yazılıb çap. Məndə də hamısını böyük eləyəcək. Bu, amma format deyil. Sadəcə yazının, belə deyək, registrini dəyişir. Sonra, capitalize each word. Ancaq baş hərfləri böyük. Məndə də D, M, ancaq bu ikisini böyük eləyəcək. Sonra, bir də toggle case, bu isə registri dəyişir. Hal-hazırda necədirsə, onun əksinə eləyir. Bunu vurdum, əksinə, bu şəkildə.
İndi biz əgər, tutaq ki, nəsə olur da, bəzən olur ki, bütün sözlər böyük yazılıb, biz səhifənin hamısını kiçik yazmışıq. Bir də silib düzəltməyə ehtiyac yoxdur. Elə gəlib buradan birbaşa düzəldirik. Seçirik ki, misal üçün hamısı böyük olsun və yaxud da hamısı kiçik olsun, cümlədəki kimi olsun və s. İndi dərs sözünün ölçüsünü filan düzəltdik. Sırf indi mən dərs sözünü bu qalınlaşdırmaqdır bold ya da qısa yolu sözü seçirəm, kontrolla B-ni vururam. Ctrl B qalınlaşdırır. İ maili yazır bir tərəfin üstündə yatay formada ya da Ctrl İ-ni vururam. U da altından xətt çəkir ya da Ctrl U. Və burada xəttin formasını seçirəm. Hansı xətt olsun? Məsələn, iki qat xətt, qırıq-qırıq nöqtə və s. Məsəl üçün seçdim bu formada fərqli bir xətt forması və istəsəm bu xəttin rəngini də dəyişə bilərəm. Yəni ki, qırmızı rəngdə. Xəttin rəngini də dəyişdim. İstəsəm yazının üstünə xətt çəkə bilərəm bu şəkildə. Yazının rəngini dəyişə bilərəm. Deyək ki, qırmızı rəngdə eləyək, yazında bu şəkildə. İndi istəyirəm ki, dərs sözünü necə dəyişdimsə, materialları da o formada dəyişsin. Gələ mən də materialları seçim, ölçünü filan düzəldim, rəngini dəyişim, biraz proses uzun gedir. Hazır bunun formatını kopyalaya bilərəm. Bunun üçün dərs sözünü seçirəm, format painterə daxil oluram, bunun formatını kopyalayır, sonra materialları sözünü seçirəm, avtomatik materialları da dərs sözünün necə, hansı formadaydısa, o formada oldu. Sonra burada var bir də indeksdə qüvvətdə yazma. Misal üçün, kimya formulda, riyaziyyatda, fizikada çox istifadə olunur. Yazıram H2O 2 bölü 2 indeksdə olmalıdır. 2-ni seçirəm, gəlirəm burada var, indeksdə yazma. Və yaxud da, misal üçün, qüvvətdə yazmaq istəyirəm. Məsələn, 56-nın kubu 56 yazdım, qüvvəti seçirəm, yazıram 3 bu şəkildə. Amma sonra ardınca nəsə yazacağımsa bunu söndürməliyəm də, yoxsa davamlı yuxarıda gedəcək yazı. Bu şəkildə davam edib nəsə yaza bilərəm. Bir də var dərs, burada məsələn dərs sözü yazmışam. Sözün effektini dəyişmək. Burada gəlib istədiyim effekt seçə bilərəm. Kölgəsi olsun, kənarı parıltılı, ikili rəng, bu şəkildə istənilən formada effektini dəyişə bilərəm. Bu da daha çox başlıq yazılarda istifadə olunur. Əgər misal üçün deyək ki, konspekt hazırlayıram, yuxarı bölmənin adı və yaxud da sırf kitab kimi hazırlayıramsa, nə haqda hazırlayırsınız? Deyək ki, misal üçün biologiyada bitkilər aləmi haqqında məlumat, bitkilərin təsnifatı, sinifləri və s. Yuxarıda misal üçün bitkilər aləmini bu formada yaza bilərsiniz. Buradan istifadə edə bilərsiniz. Bir də yazın arxa hissəsinin rəngini dəyişmək var. Bu yazının özünün rəngini dəyişir. Bu isə arxa fonlu, highlighter effekti kimi. Gəlib buradan istədiyiniz rəngi seçirsiniz, yazının arxa hissəsinə rəng verir. Bir növ, məsəl üçün bizim əlimizdə material olanda konspekt arxa hissəni fosforlu karandaşla sarı, yaşıl rəng deyir ki, gözə çarpsın. Bu da onun kimi. Məsəl üçün əsas qeydləri filan arxa hissəsinə rəng verə bilərsiniz. Amma bu rəngi silmək üçün, baxın, sırf bu rəngin özü silir. Gəlib buradan no color seçirsiniz. Normalda mən bu formatı sıfırlaya bilərəm. Burada pozan var. Pozan yazının özünü yox, formatı təmizləyir. Pozanı vurduqda avtomatik hər şey sıfırlanır. İlkin varianta qayıdır. Bir dənə arxadakı rəng silinmir. Arxadakı rəngi mütləq gəlib bundan silməlisiniz. Bir arxadakı rəng təmizlənmir. Bir də bu. Əgər burada nəsə dəyişmirsinizsə əvvələ qayıtmır. Gərək təzədən buradan qayıdasınız. Bir dənə bu ikisi. Qalan bütün formatı pozan təmizləyir. Bu da bizim ikinci qrupumuz. Sonra gəlir paraqraf, üçüncü qrup. Gəlin hazır sənəd üzərində göstərim. Bunu biraz material olan sənəd üzərində. Nəsə var. Misal üçün əlimizdə yazı materialı var. Təsadüfən bir dənə sərbəst iş açdım. Hə, yazı materialı var. Həmişə fikir veririk ki, nə isə ortada yazmaq istəyirik. Tutaq ki, hər hansı bir başlığı ortada yazmaq istəyirəm. Mütləq burada paraqrafın, yəni abzasın düzlənmə istiqamətlərindən istifadə etməliyəm. Ortadırsa ikincini seçirəm, mütləq. Day bu şəkildə yox, hə, yazım sonra boşluq qoyum ortaya gəlim. Belə olmaz, onda çapda filan əyri olur. Tən ortaya gətirə bilməzsiniz elə. Birbaşa orta seçirik. Sağdırsa birbaşa sağı seçirik. Normal soldursa elə solda qalır. Bir də yazı yazanda, bu yazı yazılanda mütləq hər iki tərəf düz olmalıdır. Yəni dördüncünü seçməliyik.
Bu qaydadır. Yoxsa belə olanda birinci belə olur. Biraz səliqəsiz görünür. Sağ tərəf girintili çıxıntılıdır, yaxşı deyil. Mütləq dördüncüsünü seçirik. Və sətirlər arası məsafə 1,5 olur, standart. İstəsək 1,15, 1 bu şəkildə də sıxa bilərik, amma normal 1,5-dir. Nə vaxt 1, 1,15 eləyirik? Əgər məqalə yazırıqsa, elmi əsər yazırıqsa, kitabda nəsə çap olunacaqsa, olur da indi bilmirəm aranızda var ya, yox, magistrlar, fəlsəfə doktoru, elmlər doktoru, o üzrə oxuyanlar, işləyənlər yazır. Elmi məqalə yazır. Onlar kitabda çap olunur. Kitabın ölçüsü balacadır. A4 deyil ki, balacadır. A5-dir. A4-ün yarısı hətta elə olur. Təbii ki, orada biz 14 ilə yazmırıq. 11 ilə yazırıq, 12 ilə yazırıq hətta. Olur 10 ilə, 9 ilə. Bizə əvəzdən verilir ölçü. O ölçüdə yazılanda təbii ki, aralarındakı məsafə də kiçik olacaq. Standart amma 14 ilə yazırıqsa 1,5 olur. Bir də bizə lazım olan burada əsaslar deyəcəm sizə. Əsasda nələr lazımdır? Nömrələmək. Misal üçün, burada deyək ki, cümlə yazıram. Olur da nəyisə xüsusiyyətlərini yazırıq, bölməsini yazırıq və s. İstəyirik ki, alt-alta nömrələnsin. Normal yazırıq abzas şəklində və bunları seçib gəlib nömrələmədən istifadə edə bilərik. Məsəl üçün, bu şəkildə nömrələnsin və yaxud da mötərizə ilə, ABC ilə bu şəkildə nömrələmə apara bilərik. Və yaxud da işarələr, nömrə əvəzinə işarələr. Bu şəkildə işarələr yerləşdirə bilərik. Çalışın həmişə konspekt falan hazırlayanda bunlardan istifadə edin ki, biraz aydın görünsün məlumatlar. Sonra burada bizə lazım olan bir də başlığı çərçivəyə almaq. Misal üçün, bu yazıda istəsəm çərçivəyə ala bilərəm. Cədvəl deyil, sadəcə çərçivəyə alır. Mən seçirəm ki, bunu yazının hər tərəfini çərçivəyə al. Ancaq sağ tərəfini, ancaq sol tərəfini, yuxarı, aşağı buradan seçə bilərəm. Misal üçün, seçirəm ki, hər tərəfi. Ümumi seçdiyim başlığı çərçivəyə alır. Hətta başlığa rəng də verə bilərsiniz. Abzasın rəngidir bu. Hər hansı bir rəngi seçirsiniz bu şəkildə. Arxa hissə rənglənir. Bir də yazı yazanda çalışın ki, bunlar normal qalsın. Bir dənə yeganə, əgər mövzunun adıdırsa, bax, misal üçün, burada cərrahiyyə kürsü haqqında məlumat, bu mövzunun adıdır da, paraqrafın adıdır. Bunu heading 1, heading 2 bunlarla yazırıq, mündərcət alınsın deyə. Amma qalan bütün mətnlər həmişə normalla yazın. Çalışın ki, sonda əgər siz mündərcət hazırlayırsınızsa, yəni hansı mövzu səhifə neçədədir, rahat olsun, avtomatik özü hazırlasın. Ona görə bütün yazı normalla, sadəcə sırf başlıqları headinglə hazırlayırsınız. Bu da belə. Bir də bizim burada home-da əsas qaldı bir-iki əmrimiz, hansı ki find, tapmaq. Misal üçün, hansı yazı lazımdırsa bu sənətdə həmin sözü axtarıb tapır. Məsələn, deyək ki, mənə burada dövr sözləri lazımdır. Find və yaxud da Ctrl F. Gəlirəm bura, yazıram istədiyim sözü. Yazdım. Avtomatik həmin söz, baxın, hansı başlıqdadır, hansı səhifədədir, hansı səhifələrdə, hansı sətirlərdən, hamısını göstərir və burada da işarələyir. İstədiyim sözü tapır. Qısa yolu Ctrl F. Bir də var, bir sözü başqa sözünü əvəz etmək. Bu da Ctrl H, yəni replace. Bir sözü başqa sözünü əvəz edir. Ctrl H-ı vurdum. Misal üçün deyirəm ki, dövr sözünü tapsın, əvəzinə yazsın zaman. Bütün dövr sözünü silib əvəzini zaman yazacaq. Replace olu vursam. Olu vurdum. Baxın 15 dənə əvəzlənmə oldu. Yəni 15 dənə dövr sözü var idi. Hər yerinə oldu zaman. Bir də var son olaraq select seçmək. Biz burada bütün yazını seçmək istəyiriksə Ctrl A-nı vururuq. Qısa yolu Ctrl A-dır. Sənəddə olan bütün yazını seçir. Ctrl A. Sözü seçmək istəyəndə üzərinə 2 dəfə vururuq. Sətri seçmək istəyəndə kənarda 1 dəfə, kənar boşluqda. Abzası seçmək istəyəndə kənarda 2 dəfə. Kənarda 3 dəfə vuranda bütöv yazını seçir. Ctrl A ilə eynidir. Bir də var cümləni seçmək. Misal üçün, uzun cümlədə seçmək istəyirsiniz. Dayanırsınız cümlədə hər hansı bir yerdə. Ctrl-u basılı tutub, mouse'un sol düyməsini vurursunuz. Avtomatik cümlə bütöv seçilmiş olur. Aydındır?